Ermənistan-Azərbaycan münaqişəsi 20-ci yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub. Onun nəticələri milyonlarla Azərbaycanlının taleyinə ciddi təsir göstərib. 1988-ci ildə başlayan və 1994-cü ildə müvəqqəti atəşkəs ilə bitən müddət ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20% ərazisi işğal olunmuş, həmin ərazilərdə Qondarma Dağlıq Qarabağ Respublikası qurulmuşdu. Və həmin dövrdən bu uydurma respublikaya müxtəlif vaxtlarda saxta prezidentlər başçılıq etməyə başladı. Nəhayət, vaxt vədə yetişdi, Azərbaycan Vətən müharibəsi nəticəsində Ermənistan ordusunu məhv etməyə, onu diz çökdürməyə, işğal altında olan əraziləri azad etməyə nail oldu. Suverenliyimizin tam bərpası zamanı isə həmin o qondarma rəhbərlərin bir çoxu yaxalanaraq həbs edildi. Bu videomuzda Qarabağın saxta rəhbərlərinin işğal və müharibə dövründəki bəyanatları, ifadələri ilə indiki məhkəmədəki çıxışlarını qarşılaşdıracağıq. Görək bu iki dövr ərzində saxta rəhbərlərin çıxışlarında nələr dəyişib. Elə isə başlayaq. Arkadi Quqasyan, o 1997-ci ildən 2007-ci ilədək Qondarma Dağlıq Qarabağ Respublikasının ikinci prezidenti olub. Quqasyan bir neçə dəfə ölkəmizə qarşı əlavə ərazi iddiaları ilə çıxış etmişdi. O çıxışlarının birində bildirir: Bakı ordumuzun gücünü yaxşı bilir və başa düşür ki, müharibə bərpa olunarsa Azərbaycan yeni əraziləri itirə bilər. Zaman gəldi və keçdi, Quqasyan bir vaxtlar hədələr yağdırdığı Bakıya gəldi, lakin məhkum olaraq. Bu dəfə isə məhkəmədə o zaman dedikləri soruşulanda cavabı bu cür oldu. Quqasyan deyib ki, Ermənistan Respublikası Qarabağın qarantı kimi çıxış etmişdi. Təbii ki, Kiçik Qarabağ öz müdafiəsini tək başına həyata keçirə bilməzdi. O, 2020-ci ildə 44 günlük müharibə zamanı Qarabağda olduğunu bildirib. Bu o vaxtda təsadüf etdi ki, mən Qarabağa gəlmişdim. Demək olar ki, müharibənin ikinci günü biz digər keçmiş prezident Bako Saakyanla birgə Arayik Harutyunyanla görüş tələb elədik. Biz onunla görüşdük, ondan xahiş etdik ki, əlindən gələn bütün imkanlardan istifadə edərək Ermənistandan müharibəni dayandırmağa xahiş etsin. O, prokurorun Böyük Ermənistan ideologiyası ilə razısınızmı suallarına cavabında bu iddianı nağıl adlandıraraq qeyd edib ki, çoxdandır nağıllara inanmıram. Böyük Ermənistan ideyası nağıldır. Mən real həyatda yaşayıram. Mən heç vaxt buna real yanaşmamışam. Arayik Harutyunyan, Qondarma Dağlıq Qarabağ Respublikasının 4-cü prezidenti olub. Onun prezidentlik və müharibə dövründəki çıxışlarını şərtsiz sizlərə təqdim edirik. Cənab Əliyev, biz hazırıq və sizi əmin edə bilərik ki, bizim üçün nəticə bəllidir. Bugün də taleyiniz 1994-cü ildə olduğu kimi olacaq. Bizimlə hədə-qorxu ilə danışmağa çalışmayın. Bəli, Harutyunyan da ilahi ədalətdən qaça bilmədi. Tutuldu və məhkəmədə təqsirləndirilən şəxs qismində çıxış etdi. Arayik çıxış edərək ittiham olunduğu cinayət hadisələri ilə bağlı təəssüfləndiyini bildirib. Mən prokurorluq tərəfindən təqdim edilmiş ittihamlarla tanış olmuşam. Son 34 il ərzində Qarabağda hansı proseslərin baş verməsindən xəbərdaram. Təəssüf edirəm, münaqişə Sovet İttifaqının xüsusi xidmət orqanları tərəfindən təhrik edilib. Ona görə də biz özümüzü qurban hesab edirik. O qeyd edib. Ondan Azərbaycana qarşı təhdid dolu çıxışları soruşulduqda isə o belə qeyd edib. Ordu ilə bağlı bütün informasiyaları mətbuat xidməti bizə təqdim edirdi və mənim səhifəmdə onlar çap olunurdu. Bəli, orada mənim elə çıxışlarım və söylədiklərim var idi ki, indi hazırda təəssüf edirəm ki, bunlara yol vermişəm. Bako Saakyan, Qondarma rejimin düz 13 il prezidenti olmuş Bako Saakyanın da prezident olduğu dövrdə Azərbaycanı hədələdiyi, hətta Azərbaycanın dövlət quruculuğu fəlsəfəsinin dəyişməli olduğunu qeyd edib. Onun Şuşada keyf çəkib, yallı getdiyi görüntüləri sizə təqdim edirik.
Yaxalanaraq Bakıya gətirilən saxta prezidentlərdən biri olan Bako Saakyan qeyd edib ki, qondarma rejimin müdafiə naziri, silahlı qüvvələrinin baş qərargah rəisi və bu kimi digər yüksək vəzifələrə təyinat Ermənistan Müdafiə Nazirliyinin təqdimatı əsasında həmin ölkənin prezidenti tərəfindən həyata keçirilib. O, bu işlərə qarışmadığını qeyd edib. Saakyan etiraf edib ki, qondarma rejimin hərbi qurumları ilə bağlı bütün bölgü və idarə etmə məsələləri Ermənistan Respublikası tərəfindən aparılıb. Yəni, qısacası, illər əvvəl Şuşada birlikdə yallı gedən Saakyan məhkəmədə hər şeyi Ermənistanın üzərinə atıb. Ruben Vardanyan. Qondarma rejimin dövlət naziri olmuş Ruben Vardanyanın 2023-cü ildə BBC telekanalına çıxışını sizlərə təqdim edirik. Açığını desək, çoxları hazırda hesab edir ki, Dağlıq Qarabağı idarə edən sizsiz. Prezident Əliyev və Azərbaycan hökuməti ilə heç bir şəkildə danışıqlara və dialoqa hazır deyilsiniz. Xeyr, biz hər bir danışıqlara hazırıq. Biz Azərbaycan tərəfdən anlayışla hər cür danışıqlara hazırıq. Çünki danışıqların iki tərəfi var. Arsaq müstəqilliyinin ilk günündən demişik və deyirik ki, biz başa düşürük və qəbul edirik ki, yan-yana yaşayacağıq. Lakin bu ayrıca ərazi olacaq, ayrıca dövlət olacaq, ayrıca qanun qaydaları olacaq. Çünki biz... Bir vaxtlar əsib gürləyən Vardanyan da məhkəmə qarşısına çıxdı. O ittihamlara cavab verməsə də, elə həmin məhkəmədə Qarabağ erməniləri onun cavabını və Qarabağa niyə gəldiyinə dair bütün sirləri açıb tökdülər. Dedi. Çox sayda cavan insan gedib o qruplaşmalara yazılmışdı. Mənim üçün maraqlı o idi ki, dünyada tanınmış biznesmen, oliqarx Ruben Vardanyan, mən demirəm ki, o mənim düşmənimdir, yox. Amma nəyə görə o öz biznesini qoyub Qarabağa gəlmişdi? Şahid bildirdi ki, Ruben Vardanyan Xankəndiyə gəldikdən sonra onun maliyyələşdirməsi nəticəsində 44 günlük müharibədə Azərbaycanın qaytardığı ərazilərin sərhədlərində minalanma işləri aparılmağa başlanıb. Bax beləcə, ədalət bərpa oldu. Bir zamanlar əsib gürlayan qondarma rəhbərlər ədalət qarşısında etik dillə desək, səhvlərini anlayıb üzr istədilər. Bəs sizcə onlara hansı cəza verilməlidir? Fikirləriniz maraqlıdır. Şərhlərə yaza bilərsiniz. Bəli əziz izləyicilər, daha bir videonun sonuna gəldik. Bu cür videoların davamı üçün videonu bəyənib kanalımıza abunə olaraq dəstək ola bilərsiniz.